Limit x sonsuzluğa yaxınlaşdıqda verilən ifadənin limitini hesablamaq lazımdır. Burada x sonsuzluğa yaxınlaşır və baxırıq ki, sürətdəki ifadənin dərəcəsi məxrəcdəki ifadənin dərəcəsindən daha azdır. Deməli, bunun cavabı bizə 0 verəcək. Ümumiyyətlə, göstərmək üçün də nə edə bilərik? Deməli, sürət və məxrəcdən törəm ala bilərik. Belə ki, sonsuzluq, x-in yenə sonsuzluq yazsaq, sonsuzluq böl sonsuzluq alınır. Törəmə alsaq əgər sürət və məxrəcdən alarıq 9x-in kvadratı çıxılsın 7. Məxrəcdə də alınır 30x üstü 4 çıxılsın 1. Və bundan bir daha yenidən biz bunu tək-tək ayrı-ayrılıqda törəm alsaq, alarıq 18x bölünsün 120x-in kubu və biz burada sürət və məxrəcdəki x-ləri ixtisara aparsaq, burada qalacaq 18 bölünsün 120x kvadratı. Yəni 1 bölünsün sonsuzluq şəklində alınacaq və ya 18 bölünsün sonsuzluq şəklində alınacaq. Bu isə yenə 0 verir.